Bugün Sumay şəhərinə gəlmişəm, şəhidimizin evinə, şəhid ocağına, gözəl atamın, anamın yanına, özümə bir boş verdim. Bugün bəzi şəhid evlərimiz çox olduq, rayonlarda olduq. Aşım olduğu üçün üzr istəyir, sizi narahat elədiyimizə görə atadan. Bugün özümüzə bir gözəl ruhla, gözəl qardaşımızın Salih evinə gəldik, atamız, anamızın huzuruna, onu ziyarət etməyə, ziyarətə gəldik. Hər bir evdə olduqca, hər bir evə getdikcə də, həm bütün şəhid evlərində olduqca da, olanda da, şəhidin şəklini, qardaşım Gizir Pədəliyevlə, qardaş şəhidimizin şəklini böyüdürəm, aparam hər bir evə təqdim edirəm. Hər bir evdə də şəhidlərin olduqları böyüdürəm, təqdim edirəm ki, elə bir gözəl ata-ananın yanında olsun. Biz onların dərdini biz sənə bilmərik. Biz onların dərdini çəkə bilmərik, bölüşə bilmərik. Ona görə ki, o dərd ağır, onu ata-ana bizi bilir. Ata-anadan başqa heç şeyin dərdi bilməz ki, mən o dərdi bölüşmüşəm, o dərdi çəkmişim, yalan bilir. Ona görə də böyüyün, yenə deyirəm, mən bu evə gəldim, qardaşımızla evə gəlmişəm, şəhid ocağına gəlmişəm, böyüyün bu şəkildə böyüdüm. Gizir Pədəliyevlə, şəklini gətirdim, amiyatıyla, təbliğləm, ata-ana da öz övladı haqqındadır, məlumat bilər, ona qulağa səlir. Qardaşımız evin bir övlad olub, çox cürətçi, qardaş döyüşçü olub, cəsarətli olub eşitdiyimə görə, ata-ana öz övladları haqqında eşit çıxış eləyək, biz də qulağa səlir. Olar mı? Əslanımız. Bugün şəkli bu təqdim elimaniyə, ana qatıyaq. Sağ ol, sağ ol, razı olsun, gəlməyən var olsun. Allah ruhları şad etsin, imkanları cənnət olsun. Nə deyə bilərik övladımıza? Məlumat bilərdik, ona qulağa səlir. Qardaşımız evin bir övlad olub, çox cürətçi, qardaş döyüşçü olub, cəsarətli olub eşitdiyimə görə, ata-ana öz övladları haqqında eşit çıxış eləyək, biz də qulağa səlir. Olar mı? Derdimi sinem ana qatıyaq. Sağ ol, razı olsun, gəlməyən var olsun. Allah ruhları şad etsin, imkanları cənnət olsun. Derdimi sinem görələmişsən. Nətər ki, ağac böyüdürsün, gül açan vaxtı, çiçək açan vaxtı, 18 yaşında. Biz de adamın meyvesini gözlüyoruz. Gökmende zaten Zorpağı anadan çok seven yaşlardan boylanıp solar. Duralım gözümde yaş olan bala, kalbimi gönlümden çok sızladı yaram. Ömür günü vaksız tez solan bala, kalbimi gönlümden sızladı yaram. Hörmətli uşaq idi, hamınız şəhidlər üçün danışılır. Göklərdə zaten hamısı öyle deyil kimi şüzayətli uşaqlar olurlar. Şəhidlərin eşqini, Müqəddəs ant yerim bir ocaq gözəl paralar olur, hamısı seçilmiş uşaqlar olur, hamısı nur olur. Allah onların nurundan bizlərə nəsib etsin. Mənim igid oğlum Ben bu güncə ay tura bala, tarix yazar ben öz asistlərimdə çoxdan beri ki, sən nə bilirsən, Mənim igid niyə bildirlər ki, atam, anam ay gözü tural bala, bunlar səhidlərdi görürəm, sizin tarix əlləriniz. yazar qəhrəman. Boş versin, Allah o gözəl. Hareket ediyoruz, her şey içinden şəhidlər şəhid olanlar, onlar belə gətirməz. Amma mən sadəcə günlər gəlir, gətirmək üçün Kara saçlar Şuna qədər də bir də basalım. gören gözleri kör
Yanınızda yok. Derdimi Her sinemde şey yanınızdadır, hem öz yanınızda yok. Torpağı anadan Ben özümü Çok inandırmıyorum. Sadece bir daha olmayacağım. Taşlardan boylanan taş olan Kardeşimiz. Turalım, Turalım gözümde yaş olan balam Əməli yanınızda. Qəlbimi göynədir, sızladır yara Talib peşvat arı. Ömür kimi vaxt Şeyleri seçilmiş uşaqlar. Həqiqətən də hərdən analar söyletməyirlər ki, uşağından, onun deyil, oxuşmasından, heyirlərini sayıdan. Əziz olan Elə ki, bu uşaqlar bir-birinə bənzər uşaqlar oldu. Mən də şəhətdən mekanları zəhmət olsun. Halidən saatlar danışarak. Allah size can sağlık versin, Allah kömək olsun, sağ olun ki, siz de bir şəhət qardaşa kimi, şəhət ailələrdə belə gedib ziyarət edirsiniz, tanıya deyirsiniz. Bir şəkli əlinizdə alıb gələndə kimsə eləklərdə olur. Sağ olun, çox sağ olun, var olur. Allah razı olsun.